bir daha xahiş edirəm dostlar, biz bunu növbəti verilişlərin birində təhlil edərik. Yenə də Zahid Orucdan təkliflər var. Bu rayonlarda qaz və işıq tarifləri 3 dəfə azaldılsın, maraqlı təkliflərdir. Hansı rayonlardan söhbət gedir? Zahid Oruc parlamentin bugün keçirilən növbədən kənar sessiyasının ilk iclasında Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyir. Deputat əhalinin paytaxtda axının qarşısını almaq, kəndlərdə böyük hadişə təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaltmaq təklif edib. Üstəlik, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqi olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var. Onun hər hansı büdcə ikisi olmayacaq. Əksinə, əhalinin geri dönüş artdıqca sıxlığın yaratdığı problemlər, mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan sərmayələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısını ala bilərik. Zahid Orucun bu rayonlarda qaz və işıq tarifləri 3 dəfə azaldılsın fikrinə tərif münasibətiniz. Yəni, həqiqətən bu tariflər azalsa, Bakıdan qayıdış olacaq. Qayıdış olmalıdır, gec-tez olacaq. Əyalətlər boşalıb, tam boş. İşsizlik, iş yerləri yox. Mövzu ilə bağlı aziz dostlar, sizin fikirləriniz çox önəmlidir, amma mən düşünürəm ki, deputatın bu təklifi önəmlidir və deputat bu təklifi müzakirələrə çıxartmalıyıq biz əziz dostlar. Pensiya ilə bağlı əziz dostlar, mən bir deputatın komitə sədrini və əziz dostlar, dəyərli tamaşaçılar, mövzu ilə bağlı əvvəlcə biz danışırıq dostlar, komitə sədri pensiya yaş həddi 3, 4 və 4 uşağı olan qadınlara pensiya ilə bağlı şad xəbər, belə bir xəbər yayılıbdır. Və burada açıqlama var. Musa Quliyev Milli Məclisin deputatının açıqlaması var. Milli Məclisin deputatı Musa Quliyev pensiya yaşının azaldılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib. O, bizim media açıqlamasında bu məsələni hazırda reallığı əks etdirmədiyini bildirib. Bütövlükdə pensiya yaşının aşağı salınması məsələsi gözlənilmir. Dünyada da elə bir ölkə yoxdur ki, pensiya yaşının aşağı salınması ilə bağlı ciddi müzakirələr getsin. Çünki insanların orta ömrü uzanıb, hazırda
65 və daha yuxarı yaş həddi əmək qabiliyyəti sayılır deyə deputat qeyd edib. Bax, deputatın bu açıqlamasına deputata bir sual verirəm. Bəs niyə Azərbaycan insanı, əgər həqiqətən də ömür uzanıbsa, niyə Azərbaycan insanının 49% pensiya yaşına çıxa bilmir? 49%. Xüsusən də kişilər. Cavab verin, hörmətli deputat. Əgər həqiqətən də Azərbaycanda 65 və daha yuxarı yaş əmək qabiliyyəti sayılır, niyə insanları 65 yaşdan tutub tulluyursunuz qırağa? Müsəmməlim. Xahiş edirəm, cavab verin. Əziz dostlar, əziz tamaşaçılar, mən sualı ünvanlayıram burada. Musa Quliyeva və aidiyyatı orqanlar da qoy cavab verir. Tamam edelim dostlar. Musa Quliyev bildirir ki, bəzi vətəndaş kateqoriyaları üçün güzəştli pensiya hüquqları nəzərdə tutulub. Amma ayrı-ayrı kateqoriyaya aid olan vətəndaşlar var ki, onlar daha güzəştli yaş şərti ilə pensiya çıxa bilirlər. Məsələn, 5 və daha çox uşağı olan analar, 50 uşağı 18 yaşına qədər böyümüş analar, ağır və təhlükəli şəraitdə çalışan şəxslər bu siyahıya daxildir. Ümumilikdə təxminən 200 minə yaxın vətəndaş güzəştli pensiya hüququndan yararlanır. İndi bu açıqlamanıza da bir cavab verin, hörmətli Musa müəllim. Bəzi yerlər var, məsələn, metropoliten və digər ağır yerlər ki, həmin şəxslər oradan pensiya çıxanda yüksək əmək haqqı alınır. Pensiya yaşına 2 il qalmış, müəyyən bəhanə ilə ustanı, fəhləni oradan uzaqlaşdırırlar. Siz bunları bilirdinizmi? Bilirdinizmi? Deyin, biləsiz. Yəni, danışırsınız, deyirsiniz. Amma bunun publik tərəfini ya bilirsiniz, demirsiniz, ya da bilmirsiniz. Bilmirsinizsə biz deyirik, siz də bilin. Faktlar deyə bilərəm sizə. Davam edirəm dostlar. Deputat əlavə edib ki, gələcəkdə 3 və ya 4 uşağı olan qadınların da daha tez pensiya çıxmaq imkanları müzakirə edilə bilər. Ola bilər ki, gələcəkdə 3 və 4 uşağı olan ailələrə də bu hüquq tanınsın. Bu, sosial kontekstdə nəzərdən keçirilə bilər. Qadınlar və kişilərin eyni yaşda pensiya çıxmaları məsələsinə də toxunan Musa Quliyev bu prosesin gender bərabərliyinə əsaslandığını bildirib. Qadınlar və kişilərin bərabər yaşda pensiya çıxmaq hüququ gender bərabərliyinə əsas tənzimlənir əsasən. Sonra deputat bir daha vurğulayıb ki, yaxın gələcəkdə pensiya yaşının azaldılması nəzərdə tutulmur. İndi mən dostlar sizə nəyi təqdim etmək istəyirəm? Burada yaş senzi ilə bağlı insanlar yaşda hansı yaşda? Baxın, insanlar hansı yaşda pensiya çıxırlar? Musa Quliyev yəqin bunu ola bilər bilmir, qoy deyim bilsin. Baxın dostlar, Musa Quliyevin menüsuna. Bölgə ölkələri üçün pensiya yaşı. Özbəkistan 60-65 yaş. Özbəkistan 60 yaşda kişilər, 55 yaşda qadınlar. Musa Quliyev deyir ki, heç bir ölkədə bu müzakirə getmir. Ne, Özbəkistan 55-dən ölçəcək aşağı. İran 60 yaşda kişilər çıxır pensiya, 55 yaşda qadınlar. Bu o dövlətdir ki, Musa Quliyev 40 ildir sanksiyalar altındadır. Türkiyə 60 yaşda və Türkiyə 60 yaşda kişilər, 58 yaşda qadınlar. Ukrayna
60 yaşda kişilər, 60 yaşda qadınlar. Türkmenistan 62 yaşda kişilər, 57 yaşda qadınlar. Yəqin ki bu Tacikistan, Allahın Tacikistanı, 63 yaşda kişilər, 58 yaşda qadınlar. Belarusda 63 yaşda kişilər, 58 yaşda qadınlar. Qırğızistan 63 yaş kişilər, 58 yaş qadınlar. Rusiya 63 yaş kişilər, 58 yaş qadınlar. Qazaxıstan 63 yaş kişilər, 61 yaş qadınlar. Moldova 63 yaş kişilər, 61 yaş qadınlar. Ermənistan 63 yaş kişilər, 61 yaş qadınlar. Ermənistandan da geri qalırsınız. Ermənistandan. Gürcistan 65 yaş kişilər, 60 yaş qadınlar. Gürcistandan da geridə qalırsınız pensiya ilə bağlı. Azərbaycanda 65 yaş kişilər çıxır, 65 yaş qadınlar çıxır və baxın statistikaya dostlar, ola bilsin ki Musa Quliyev bilmir o məlumatı. Azərbaycan insanının 49% pensiya yaşına çıxa bilmir. Deyir, ömrü uzanıb. Sizin ömrünüz uzanıb da gündə gelirsiniz ikradan, istirahətdəsiz, kefdəsiz, maya madanlarına tutmuş. Amma orta statistik rəqəmlər götürəndə baxın, statistikaya müraciət edin. Azərbaycan insanı dünyada infaq xəstəsinə görə birincidir, Musa müəllim. Ömür uzanıb, baxın, sizin ömrünüz uzanıb. Deputat 80-84 yaşda, o da Ziya müəllimin orada deputat, Səmədzadə, 84 yaşda var, 89 yaşda da deputat, 90 yaşda da deputat olacaq. Sizin ömrünüz uzanıb, Musa müəllim. Bax orada qocalara, sizin ömrünüz uzanıb. Cavanların ömrü yoxdur. Gündə bax, infaq vurur. Hər gün ölürlər. Hər gün ölürlər. Niyə ölürlər? Nə üçün ölürlər? İndi mən bilməm, vaxt var yoxsa yox, onunla da bağlı danışardım. Niyə insanlar ölür? İndi hər dəqiqə, hər sözə görə də bunu da danışmaq lazımdır, Musa müəllim. Çox maraqlı bir mövzudur. Yəni ki, bilirəm, Musa müəllimin xəbəri olmaz. Musa müəllim də elə hamıya harada qıraqdan xəbər verirlər. Heç ki, maraqlanmır ki. Məsələn, gəncləri ölümə aparan təhlükə 35 yaşdan sonra bugün statistik rəqəmlər var. Gənclər arasında ürək xəstəlikləri artıb açıqlamalar var. Nəysə, demək, əziz dostlar, indi Azarsellə qiymətləri qaldırıbdır və vəkildən açıqlama var. Vəkildən söhbət düşmüşkən, elə Tahir müəllimlə də açıqlama var, Kərimli.